Özünüzü təqdim edin. Aşıq Gültəkin Göyçəl olaraq bildiyiniz kimi bir neçə ildir, 3 ildir, 4 ilə keçir, bilmirəm. 2 ildir, 3 ildir keçir, bilmirəm. Mən Aliyev Qürbət, atasının adını bilmirəm. Mənə külli miqdarda pul atdığı üçün Cənab Prokuror Kamran Əliyev tərəfindən, yəni ki, Respublika Prokuror tərəfindən cinayət işi qalxmışdı, belə düzdür. Mənə yatağımı, yaylağımı, kamazımı, vadabozumu, hamısını atıblar. Aliyev Qürbətin hal-hazırda məndə səsi var. Hansı səsi? Birinci, ilk dəfə bizi aldadaraq pul alıb külli miqdarda 400.000 Kürəkənim Abizarov Nurəddin Əmiroğlu'yla bərabər məni də aldadaraq 400.000 manatımı almışdılar. 400.000 manatın 30.000'ni verib 370.000, 380.000'i belə qalıb. Onu da bir şikayət etmişik. Azərbaycanın qanunu qarşısında Qürbət Aliyev cavab verdi. Çünki cinayət işi qalıqdı Cənab Baş Prokurorluğu tərəfindən. Ona baxmayaraq Gəncə şəhərində Qürbət Aliyevin arxasında duran kimdir bilmirəm. Külli miqdarda bu pulun arxasında duran kimdir, hansı məmurdur bilmirəm. Mən Bəylər Eyübovdan buradan xahiş edirəm. Cənab Bəylər Eyübov məni qəbul etsin. Mən Cənab Bəylər Eyübova bir dənə mitrika göstərəcəm. Bir 5 dənə də şəkil göstərəcəm. O mitrika və şəkillər çox məxvidir. Məxvidir. O məxvi olan bir neçə sözlərimi və dokumentlərimi, səs yazıları və küçücük də olsa, balanca da olsa video diskləri Bəylər Eyübov sizə göstərmək istəyirəm, xahiş edirəm. Şəxsən özünüzə göstərmək istəyirəm. Sir olaraq, məxvi olaraq bir mitrikanı, bir neçə şəkili, bir neçə diski xahiş edirəm. Artıq məcburam özümü intihar etmə vəziyyətinə gəlmişəm. Hal-hazırda bildiyiniz kimi mən xəstəyəm. Xəstəliyi dilə gətirmək istəmirəm. Qürbət Aliyev günü bugünə kimi bizi əkir. Qürbət Aliyev tutuldu. Qurban olun prokurorumuza, cənab prezidentimizə, Gəncə şəhərin baş polis idarəsinə təşəkkür edirəm. Teymur Hacıyevə. Təşəkkür edirəm prokuror, çox təşəkkür edirəm Rauf Gözəlova. Təşəkkür edirəm Rauf Gözəlov. Sizin haqq ədalətiniz qarşısına baş əyirəm. Rauf Gözəlov Gəncə şəhərinə prokuror gəldikdən sonra adamın cinayəti üzə çıxdı və o adamı tutdular. Gəncə şəhər Apresiya məhkəməsinin marağı nə idisə ev tutaqlığına buraxıldı. 1.200.000 manat məbləğində olan Deladuzu 178.3.2 necəyə buraxa bildin? Cənab Gəncə şəhərin Apresiya məhkəməsi sizə qurban olun. Bu boyda küllü miqdarı ev tutaqlığına buraxıb da buraxmaq olardı mı? Və bunları evə buraxırsınızsa o yüngül 5.000, 10.000 manat, 20.000 dollar, 50.000 dollar dəladuzluq eləyənləri ev tutaqlığına buraxmırsınız, atırsınız içəri gedir. Məsələn, mən aşıq idim xəstəliyimdən qabaq. Marağım var idi, toylara gedirdim. Marağım nədir? Allah hər kəsin balasına nəsib eləsin. Pul alıram. Gedib toylarda aşıqlığımı müğənniliyimi eləyirəm. Mənim marağımdır, toylara gedirdim. Cənab Gəncə şəhərinin Apresiya məhkəməsi, Toğrul müəllim, 3 dəfə qəbulunuzda oldum. Vəd verdiniz. Sizə qurban olun. Sizin nə idi marağınız Qürbət Aliyevi? Külli miqdarda 178.3.2 ev tutaqlığına buraxdınız. Mənim malımı, mülkümü ödəmə şərtindən, elə deyilmi? Bəs o mal mülkünü ödənilmədi. Qürbət Aliyev evə çıxdıqdan sonra
həmin Apelasiya Məhkəməsindən. Xahiş edirəm siz, çox xahiş edirəm. Qürbət Aliyevlə mən Aşıq Gültəkin'in, Qürbət Aliyev türmədən çıxdıqdan sonra səs yazılarımızı, Qürbət Aliyevin mənə etdiyi zənglər, mən Qürbət Aliyev etdiyim zənglər yoxlanılsın və Qürbət Aliyevin mənə 3 aylıq Apelasiya Məhkəməsindən çıxandan sonra qurban olaram, ay xalam qızı, gəl yatağını, yaylanını, kamazını, badabozunu verim. Mən isə onu danışdıraraq, o adam boynuna alır ki 60.000 manat mən sağ verəsiyəm, qurban olum gəl onu verim, ay xalam qızı məni tutturma. Və o cümlədən Qürbət Aliyevin qardaşının oğlu türmədən mənə zəng edir. Xahiş edirəm o telefon yoxlanılsın və onun səs yazısını yoxlayaq. Mən özüm öz başım olaraq Azərbaycan Respublikasının qanunu bilərək mən video səsləri, kiminsə nə bilim səs yazmasını efirə buraxa bilmərəm. Çünki mən hüququmu bilirəm. Azərbaycan vətəndaşıyam. Jurnalistlərimizin hörmətli, vicdanlı və öz hüququnu bilən, Azərbaycan hüququnu bilən, kasıbların yanında olan, prezidentimizin yanında olan jurnalistlərin icazəsi ilə mən o səs yazılarını efirə vermək istəyirəm. Sosiallaşdırmaq istəyirəm. Qürbət Aliyev mənə onları söz verərək yenə də özümə vermədi. Mənim şahidim olan Eynullah bəy, salamlayıram Eynullah bəy sizi buradan. Hər şeyin üstünə açacağım. Və gəlir Abşeron rayonunda Eynullah bəyin səs yazısı var. Mən pulunu almışam, Zöhrəba verib. Kəlbəcər rayonundan olan Zöhrəba. Zöhrəb Darıquzun oğlandı. Gəldi Eynullahın çayxanasında məndən görüşdü, danışdı. Və Eynullahın oğlunun da səs yazısı var məndə. Qürbətə deyim 100 mininizi versin, qürbəti bağışlayın. Cənab Prezident, Cənab Prokuror, bəs bu səs yazılarını haraya gizlədək? Necə eləyək? Neyləyək? Xahiş edirəm mənə devlət orqanları cavab versin. Çox xahiş edirəm. Deyin görək, Eynullah bəy, siz mənə zəng eləyəndən bugünə kimi Eynullah Kərimovla mənim telefon yazılarım çıxsın. Eynullah Kərimovla mənim birinci üzləşməm hansı müstəntiqin yanında olub? Royal Verdiyev. Ant verirəm Royal Verdiyevin anasının südünə, pagonuna, namusuna, şərəfinə, ləyaqətinə. İstintaqın rəis mavini, Şəhriyar bəy, çox hörmətli rəisimiz. Şəhriyar bəyin yanında, Eynullah bəylə, Qürbət Aliyevin təqdir edici, pis söyüşlərlə, üzləşmələrini bu rəislə müstəntiqin yanında olub. Necə olaraq ki bugün Eynullah Kərimovla Qürbət Aliyev barışa bilər və Eynullah bəy bugün deyir ki ben filan kəs deyib filan kəsin üzünə dur. Ay Eynullah Kərimov, savadın yoxsa xahiş edirəm biraz oxu. Oxumayıbsansa oxuyanlara gəngəş. Siz mənə dəvət etdiniz Qürbət Aliyevdən ərizə verməyi. Sizinlə banditizmiyə gəlmişəm ərizə verməyə. Sizinlə banditizminin rəisinin qəbuluna gəlmişəm. Qəbul dəftərində hər ikimizin adı var. Xahiş edirəm banditizmiyə Eynullah Kərimovla mən Gültəkin gəldiyimiz dəftərə yazılıb qəbula getdiyimiz gün banditizmin içində ərizə yazdığımız yoxlanılsın. Çox xahiş edirəm. Çox xahiş edirəm. Sayın jurnalistlərimiz. Bunu mən Türk dünyasına deyəcəm. Respublikama edəcəm. Çünki mən də Türk qızı Türk'üm. Fəxr edirəm Azərbaycanlıyam. Fəxr edirəm Türk bayrağına da qurban olum. Azərbaycan bayrağına qurban olum. Mən öləndə məni Türk bayrağına, Azərbaycan bayrağına biləyin. Çünki aslanın erkəyi dişisi olmaz. Qadın da olsan erkəyəm, aslanım, aslan kimi xanımım. Eynullah bəy, mən sizinlə axıra kimi varam, axıra kimi gedəcəm. Xahiş edirəm, səsimə səs versin devlət orqanları. Eynullah Kərimovla, Gəncə şəhər prokurorluğunun,
prokuror qəbullarına gəldiyimiz dəftəri, qəbula yazıldıqlarımız çıxsın. Reska prokurorun qəbulunda bir neçə dəfə olmuşuq Eynullah Kərimovla, bunlar çıxsın. Və banditizmi də ərizə verməyə gələndə şəxsən mənə Eynullah yalvardı ki, qadan alın. Bir belə Eynullah bəyin qurbətin əl yazması da məndədir. Eynullah bəy, xatırlayırsan da mənə vermişsən. Və Eynullah bəy, deyirsən məni Gültəkin xanım dedi ki, bunu belə deyək. Vəkil evini yıxdı səndən, aldınla izahat aldı. Alsın. Sayın vəkilimizə də hörmət edirəm. Saygımla yanaşıram. Amma Eynullah bəy, məni siz bir dənə Aqlay zavoduna da götürdünüz, səhv eləmirəmsə. Həmin Aqlay zavodunun müdürünün nömrəsini də bilirəm. Yerini də tanıyıram. Adını buradan çəkmirəm. Amma lazım gəlsə aparıb göstərəcəm. Həmin Aqlay zavodunun müdürünə getdin, ərizə yazdırdın. Mən də yanında həmin Aqlay zavodunun mənim adımla telegram yazdınız. Telegram vurdurdunuz Gəncə şəhər poçtundan. Həmin Aqlay zavodunun mənim adımla yazdığı, əllərinlə, öz xəttinlə yazdığı ərizənin bir kopyası və originalı məndədir. Mən o kişini tanımırdım. Məni niyə apardın Eynullah bəy o kişinin yanına? Ərizə yazdırmağa. Sonra da deyirsən məni Gültəkin 65 min alandan sonra. Sonra deyirsən ki 65 min mən almışam. Mənim pulum falan kəsə demişəm, qürbət apar falan kəsə ver, ona inanıram. Mən ondan götürəcəm. Mənim buradan oyun oynuyorsunuz. Nəysə, xahiş edirəm Azərbaycan Respublikasının prokurorundan. Xahiş edirəm prezident administrasiyasından. Xahiş edirəm Gəncə şəhər baş polis idarəsindən. Xahiş edirəm Daxili İşlər Naziri. Hörmətli Azərbaycanın dayağı, vuran əli, döyünən ürəyi, damarında xan qanı Vilayət Eyvazovdan. Xahiş edirəm cənab nazir. Eynullah Kərimovla mənim bu dediyi bütün səs yazmalar hamısı çıxsın. Mən günahkaramsam, mən məsuliyyətə cəlb olacağım. Eynullah günahkarsa Eynullah cəmiyyətə cəlb olmağını xahiş edirəm sizdən. Mənə bir qadın kimi başımı allatdılar. Mənə başımı oynaşdılar. Xahiş, yəni üzr istəyirəm dırnaq arası oynaşdıyanda, yəni aldatdılar. Qadınlığımdan istifadə elədilər. Xahiş edirəm sizdən. Qürbət Aliyev gedir çayxanalardan, Gədəbəydə orada bura deyir ki, mən qutarmışam, işi bağlatmışam. Gültəkin bana neynədir? Abşeron müstəntiqi Röşan Cavadovda olan bizim gedən istintaq təzdən tam olmayıb, olubsa da o yenidən baxılmasını xahiş edirəm. Eynullah Kərimovun yenidən istintaqa və cəlb olunmasını xahiş edirəm. Azərbaycan prokuroru sizdən xahiş edirəm. Son həddəyəm. Mənim sizdən müraciətim yoxdur. Azərbaycan prokuroru and içirəm anamın südünə, and içirəm atamın çörəyinə, and içirəm Azərbaycan və Türk bayrağına, and içirəm atamın namusuna, şərəfinə, layaqətinə, özümü intihar edəcəm. Mənim ölüm səbəbimdə bu işə düzgün baxmayan məmurlardır və Qürbət Aliyevlə Eynullah Kərimovdur. Xahiş edirəm bu işə ciddi və düzgün baxılsın. Və jurnalistlərdən xahiş edirəm, hörmətli jurnalistlərimizdən, vicdanınla, şərəfinlə, layaqətinlə tam təmənnasız bizi lent alırsınız, səsimizi çatdırırsınız prezidentimizə. Çünki prezidentimiz deyir ki, dırnaq arası məmurlarımızın, rəislərimizin, prokurorlarımızın, kimlərin işə düzgün baxılmamasını, vətəndaşların incitməsini jurnalistlərimiz çatdırmalıdır. Ona görə xahiş edirəm, təmənnasız biz çəkdiyinizə görə bunu prezidentimizə çatdırmalısınız. Çox xahiş edirəm sizdən.